Hello, dear children. Unit 1, Lesson 1. Birinci bölüm, birinci ders. Exercise 1, birinci tapşırıq, on page 10, səhifə 10. Hello. Hello sözü salam deməkdir. Özünüzdən böyüklərlə hello deyərək salamlaşa bilərsiniz. Hi. Hi sözü də salam deməkdir. Uşaqlar, öncəki dərsdən öyrəndik ki, siz öz yaşıdlarınızla hay deyə salamlaşa bilərsiniz. Özünüzdən böyüklərə isə hay demək olmaz. Goodbye, xudafiz deməkdir. Özünüzdən böyüklərlə sağollaşarkən belə deməlisiniz. Bye. Bye sözü də sağ ol deməkdir. Lakin siz bu sözü yalnız öz yaşıdlarınızla sağollaşarkən istifadə edə bilərsiniz. Uşaqlar, gəlin indi sözləri təkrar edək. Hello. Hello. Hi. Hi. Goodbye. Goodbye. Bye. Bye. Vocabulary. 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 Hello. Hello. Hi. Hi. Vocabulary. 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 Goodbye. Goodbye. Bye. Bye. Vocabulary. Exercise 2. İkinci tapşırıq. Listen and point. Dinlə və göstər. Hello. Hi. Uşaqlar, biz artıq öyrəndik ki, bu sözlər salamlaşmadır. What is your name? Sənin adın nədir? My name is Mike. Mənim adım Mike'dır. Uşaqlar, Mike isminin əvəzinə siz öz adınızı deyə bilərsiniz. İndi isə keçək dinləmə mətnimizə. Dinləmə mətnindəki isimləri eşitdikcə kitabda onları göstərək. Hello, hi. What's your name? My name's Mike. Mike, Mike. My name's Mike. Hello, hi. What's your name? My name's Katie. Katie, Katie. My name's Katie. Hello, hi. What's your name? My name's Dan. Dan, Dan. My name's Dan. Hello, hi. What's your name? My name's Lisa. Lisa, Lisa. My name's Lisa. Goodbye, goodbye. Bye, bye, bye. Exercise 4. Dördüncü tapşırıq. On page 11. Səhifə 11. Point, ask and answer. Göstər, soruş və cavabla. Hi, what is your name? Salam, sənin adın nədir? Hello, my name is Sarah. Salam, mənim adım Sara'dır. Uşaqlar, Sara adının yerinə siz öz adınızı qoyub dialoqlar qura bilərsiniz. Uşaqlar, 11-ci səhifənin üst hissəsində qutu şəkli var. Bu qutunun içində 2 hərf var. Gəlin hərfləri öyrənək. İlk hərfimiz N hərfidir. Hərfin adı N səslənir N. Məsələn, name. N hərfi sözlərin içərisində
N kimi səslənir. Uşaqlar, biz bugün öyrəndik ki, name sözü ad deməkdir. İkinci hərfimiz O hərfidir. Uşaqlar, sözlərin içərisində də bu hərf eyni cür səslənir. O. Məsələn, hello. Uşaqlar, sizə bu iki hərfin əl yazmasını təqdim edirəm.